Biz rezervlik bugünləri biz şəhidimiz Kəmalı Sarxan Əliyev öldürək. Şurada da örsüz. Sağ olun. Sağ olun. Buyurun. Bakın. Bir akşam olsun. Xoş gəlmisiniz. Allah razı olsun. Həmişə şəhidlərimizi yad edirsiniz. Təşəkkür edirik ilk öncə öz adımdan, ailəmizin adından. Mən 44 günlük Vətən müharibəsinin şəhidi, könüllü şəhid Sərxan Əliyevin və Qazi İlham Əliyevin anası Esmirə xanım. Deməli, bunlar Sərxanın əşyalarıdır. Sərxanın xüsusi sahadıdır, Sərxanın üzüyüdür. Burada ya Əli ziyarətgahdan aldığı üzükdür. Sərxanın medallarıdır. Sərxanın şəxsiyyətidir. Bunlar hamısı Sərxana aiddir bu əşyalar. Sərxanın telefonudur. Sərxanın demək olar ki, 1-ci sinifdən 4-cü sinifə qədər olan, təfəkkür liseyində olan məzunudur. Bir şeyi vurğulamaq istəyirəm ki, burada bu kitablar hamısı Sərxana aiddir. Ancaq xüsusən mən bir kitabı vurğulamaq istəyirəm ki, Sərxan 8-ci sinifdə oxuyarkən 614-cü şəhid bu Xocalı şəhidlərinə aiddir. Görürsünüz, burada da Əliyev Sərxan 8B bu kitabı alıb 8-ci sinifdən oxuyurmuş və burada da dərmansız dərd belə bir şeiri işarə edib. Təəssüflər olsun ki, biz bunu şəhid olandan sonra, yəni əşyalarının içindən görmüşük. İndiyə qədər xəbərimiz yox idi. Demək olar, Sərxanın ən sevdiyi qol saatı, qolunda da orada görürsünüz var. Sərxanın fəxri fərmanı orta məktəbdə, təfəkkür liseyində oxuyan vaxtı və demək istəyirəm ki, burada yəqin siz də görərsiniz, mən bir dəqiqəsizəm. Biz 2019-cu ildə Ərbəyin ziyarətində olmuşuq. Oradan Nəcəfdən Kərbəlaya doğru yürüşdə olan şəklimizdir. Sərxan Kərbəla diplomudur. Sərxan orta məktəbdə də vətənpərvər uşaq olubdur. Görürsünüz, bax, burada vurğulaya bilərəm. Burada da yenə ziyarətdəyik, Məşəd ziyarətində. Burada da deməli, Heydər Əliyevin, ulu öndərimiz Heydər Əliyevin şəkili olan orta məktəbdən həmişə demək, marşrufka olanda, tədbirlər olanda həmişə sinəsinə taxdığı nişanıdır. Və burada Əsədli Əsəd, bənzəridir Sərxanın, hər kəs dəyişik salır. O da ehsan etdiyimiz, şəhidin adından ehsan etdiyimiz qəbizdir. Bayrağı da özündən, canından, hər birimizdən çox sevdiyi bayraq. Vətən üçün, xalq üçün, dövlət üçün, hər birimiz üçün canından keçdi. Və Sərxanın ən sevdiyi əşyalardan biri kompüteri. 4-cü sinifdə oxuyanda almışdıq. Və bu kompüterdə o atışma oyunları var idi düşmənlə. O oyunları oynayırdı. Sərxan cənamazı, Sərxan möhrü, Sərxan təsbihi, şəkilləri, uşaqlıq şəkili, yeniyetmə şəkili, əsgərlikdən olan vaxtlarından olan şəkili. Çox ağıllı, çox dəyərli, çox qeyrətli uşaq idi, vətənpərvər idi. Atasının, anasının qədrin bilən idi, xalqın dəyərini bilən idi. Bunlar hamısı bizim üçün hədiyyədir. Şəkili.
Bu da Sərxan üçün verilən fəxri fərmanlardır, təşəkkürnamələrdir. Qəhrəman oğlum və burada iki qardaş Şəhid Sərxan, Qazi İlham Alaliyevin yazdığı şeiri. Burada bizim deputatımızın Qarabağ Azərbaycandır Ali Baş Komandanın yumruğu. Necə ki bir yerdə onlar bir yumruq oldular. Axşamınız xeyir, dəyərli vətən övladları. Allah bütün şəhidlərimizə rəhmət eləsin. İstər siyasi arenada, istər vətənin ərazi bütövlüyünün qorunması zamanı şəhid olan bütün vətən övladlarının ruhunu çox ehtiramla yad edirik. Hər birinə Allahdan rəhmət diləyirik, hamısının məkanı cənnət olsun. Dünən 25 dekabrda Azərbaycanda çox sayılı şənliklər keçirilib. Xalqımızın haqqıdır. Biz qalib ölkənin sevincli vətəndaşlarıyıq və şənlik keçirmək bizim haqqımızdır. Amma dünən bizim həm də eyni zamanda ağrılı bir günümüz idi. 25 dekabr 2024-cü ildə Rusiya ərazisində, Grozn səmalarında bizim bir sərnişin təyyarəmiz vuruldu və həmin təyyarə Aktauda yerə düşdü Qazaxıstanda. 80 nəfərdən çox insanımız şəhid oldu. Yaralananlarımız oldu və orada şəhid olan, vəzifə başında şəhid olan insanlarımıza Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Milli Qəhrəman adı verdi və buna görə ona ayrıca təşəkkürümüzü bildiririk. Dünən isə xalqımızın bəzi nümayəndələri, bəzi idarələri 25 dekabrda yeni il şənliyi keçiriblər. Bayram şənliyi keçiriblər. Bilirəm, bu günlər bayram ərəfəsidir. Amma hər halda 25 dekabrda bayram şənliyi keçiriləcək gün deyildi. Bizim 80-dən çox insanımız düşmən ölkə tərəfindən, Rusiya tərəfindən, Rusiya səmalarında vurulmuşdu və onlar sözün tam mənasında şəhid olmuşdular. Məsələn, mən dəqiq bir təşkilatı deyim, düzdür, insanlarımızdan çoxu dünən bayram şənliyi keçirib, amma Azərquşçuluq deyə çox böyük bir təşkilat var Azərbaycanda. MMC-dir, gəlir gətirən təşkilatdır, istehsalçı təşkilatdır. Onun rəhbəri var, Vüqar müəllim Qasımov. Biz ona məktub yazdıq. Biz ondan şəhid ailələri, müharibə veteranları üçün bayram keçirilməsinə kömək istədik və onlar bizə kömək etmədilər. Yox, biz bayram keçirdə bilmirik, bizim maddi imkanlarımız yoxdur. Amma Azərquşçuluğun, yəni Vüqar müəllimin şəxsi köməkçisi Samirə xanım mənim övladım yerində olan Samirə xanım mənə çox böyük yalanlar danışdı. Sanki mən uşağam və Samirə xanımın elə Samirə xanımın maşını biraz bahalıdır deyə elə başa düşür ki, o nə desə hamı inanacaq. Elə deyil Samirə xanım. Mən sizə dedim ki, mən müharibədə olmuşam. Çevrənizdə olanlar da müharibə veteranlarıdır, şəhid ailələrdir, onlara kömək lazımdır. Və Samirə xanım mənə allatdı ki, o işlə məşğul olan Ülviyə xanım da Türkiyədədir. Halbuki Ülviyə xanım da buradadır və o işlərlə də birbaşa Samirə xanım özü məşğuldur. Və dünən Niagara restoranında Azərquşçuluq matəm günündə, həm də şəhidlərimizin bir ili tamam olan gündə bayram şənliyi keçirilir. Demək ki, bu xalqın nə dərdindən, nə
alovundan, odundan, nə sevincindən bunların xəbəri yoxdur. Və mən çox təəssüf eləyirəm. Çox təəssüf eləyirəm ki, dünən təyyarə qəzasında Qrozn səmalarında vurulub, Aktauda yerə çırpılıb paramparça olan Azərbaycan hava yollarına məxsus təyyarədə şəhid olan 80-dən çox vətən övladının xatirəsini bəzi adamlar heç yada salmadılar. Təəssüf edirəm. Allah rəhmət eləsin şəhidlərimizə, hər birinin ruhu şad, məkanı cənnət olsun. Axşamınız xeyir olsun, hörmətli AFTV Azərbaycan izləyiciləri. Bugünkü gün biz Sumqayıt şəhərində 44 günlük müharibəmizin şəhidi Əliyev Sərxan İslamoğlu'nun evindəyik. Məkanı cənnət olsun. Həmin oğlanlardandır ki, bu zəfəri bizə əbədi dadırdı. Bizim böyrümüzdə oturan şəhidimizin atası İslam kişidir və anasıdır. Zəhmət olmasa şəhidimizə. Bir də onu deyə bilərəm ki, bu evdə bir şəhidimiz var, bir də qazimiz var. Əliyev İlham İslamoğlu. O da 44 günlük müharibəmizin qazisidir. Zəhmət olmasa məlumat verərsiniz. Bir daha xoş gəlmişsiniz, hər birinizi salamlayıram. Allah sizlərlə razı olsun. Deməli, bu vətən müharibəsində mənim iki oğlum iştirak edibdi. Əliyev Sərxan İslamoğlu, Əliyev İlham İslamoğlu. Əliyev Sərxan şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. İlham Əliyev də qazidir. Allah qazilərimizin canını sağ eləsin. Allah ordumuzu qorusun. Allah Ali Başkomandanımızı qorusun. Bu şəhidlər, bu qazilər bizə qələbəni yaşatdılar. Allah onlardan razı olsun. Məkanları cənnət olsun. Həmişə mən ona uşaq idi, oyuncaqlar alanda, maşın alanda və yaxud da başqa oyuncaqlar alanda onu elə də çox qəbul eləmirdi. Görürdü, avtomat görürdü, məsəl üçün tank görürdü, həmişə onları istəyirdi. Həmişə də uşaq vaxtı mən onlardan alırdım, ona həvəsi var idi. Sonra biraz böyüyəndən sonra, bu kompüterlər çıxandan sonra kompüterə marağı oldu. Getdim ona bir dənə kompüter aldım, təzə çıxmışdı. O kompüterdə də başladı iqralar oynamağa. Orada da döyüşlərə baxırdı, döyüş oynayırdı. Silaha çox sarılmışdı. Yəni o vətənpərvər idi. Həqiqətən də vətənpərvər idi. Allah onun yerini cənnət eləsin. Evə də bağlıydı, anasına, atasına bağlıydı, qardaşlarına, qohum əqrabaya həmişə soraqlayardı. Əmiləri idi, dayıları idi, çox istəyirdi. Yəni onu da hamı çox istəyib. Xətiri hörmətli idi. Başqa nə deyim, çox danışmaq olar. Yəni, bu vətən müharibəsində də Sərxan şəhid olan vaxtı o Füzuli istiqamətində döyüşürdü. Ayın 21-də Sərxangil Sumqayıtda Nərmənov klubu var. Oradan getdilər. İlk gedənlərdəndir. Həm qardaşı, həm özü. Bir həftə təlim keçəndən sonra artıq ayın 27-si müharibə başlayanda ilk gündən iki qardaş da könüllü gedib. İki qardaş da həmin döyüşlərə qatıldı. Sərxan Füzuli istiqamətində döyüşürdü. Bunlar Xocavəndə kimi döyüşüb getmişdilər artıq. Sonradan elə olub ki, Füzuliyə əlavə qüvvə lazım olanda bunlar yenidən qayıdıblar arxaya. Həmin vaxtı da düzdür, əlaqə saxlayırdıq, danışırdıq. Gec-geci, yəni gec-gecinizə 2 gündən bir gündən bir əlaqə saxlayırdıq. Danışırdı ki, narahat olma, belə. Ancaq mən yəni çox narahat idim. Həqiqətən də bir ata kimi çox narahat idim. Çünki mən 90-cı illərdə o döyüşləri görmüşdüm. Mən döyüş nə olmağını yaxşı bilirəm. Həqiqətən çox narahat idim. O istiqamətdə vuruşdu.
Füzulidə ancaq şəhid oldu, kənd Oradizdə. Qardaşın da xəbəri yox idi. Qardaşı da həmin ərəfədə yaralanmışdı. Hospitaldaydı. Onun xəbəri gələndə artıq qardaşının xəbəri yox idi. Ancaq qardaşı tez-tez xəbər eləyirdi ki, bəs Sərxandan nə xəbər var? Necədir vəziyyət? Elə həmişə deyirdim ki, hə, danışır, narahat olmayın. Özümüz də hospitalda İlhamın yanına getdik. Ancaq Sərxan şəhid olmuşdu artıq. Ona da deyə bilmədik. Artıq sonradan bizə məlumat verdilər ki, bəs Sərxan şəhid olubdu. Gəlib onu nəşini götürərsiz. Düzdür, mənim üçün çox ağır günlər keçdi. Çox həddindən artıq ağır günlər keçdi. Allah o günləri heç kimə qismət eləməsin, bir valideyn olaraq. Özüm getdim Füzuliyə, Əhmədbəyliyə. Orada nəşini götürdü. Sumqayıta yönəldik. Yolda getdim ancaq hospitaldan demişlər ki, bəs İlham təzədən qayıdıb döyüşlərə. Həmin hərbi hissəyə getdik yolda. Komandirə yaxınlaşdım, dedim, bəs şeydir. Komandir, bəs qardaşı da şəhid olub, bunda özü təzədən hospitaldan çıxıbdı. Komandirin özü də çox pis oldu. Dedi ki, bu döyüş tapşırığını necə lazım bir yerinə yetiribdi, yenə getmək istəyir. Ancaq belə vəziyyətdə məsləhət bilmirəm ki, bu döyüşə qatılsın. Nəysə, onu təxris elədilər. Onu da özümüzlə götürdük nəşri. Gəldik Sumqayıta. Sumqayıta girəndə böyük izdiham var idi. Hamı, bütün Sumqayıt demək olar ki, Sumqayıtın girəcəyində bizi gözləyirdi. Bayraqlarla çox təmtəraqlı, sürətli. Allah hər birindən razı olsun. Allah xalqımızı qorusun. Allah ordumuzu qorusun. Gəldik, həyətdə də mərasim oldu. Buradan da götürdük Sumqayıtda, Fəxri Xiyabanda Sumqayıtın. Dəfn elədik. Bir daha Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Allah sizləri var eləsin. Siz gəlirsiniz, bu şəhidləri tanıtdırırsınız. Qazilərimizi tanıtdırırsınız. Sizin də zəhmətiniz var. Bizim borcumuz var, bizdən ötürü döyüşür. Bizdə olan məlumata görə aprel döyüşlərində də iştirak edib. Aprel döyüşlərində də iştirak edib 2016-cı ildə. Həmin ərəfədə də o ayağından xəsarət almışdı. Biz o vaxtı getdik yanına. Ağdamda getdik onun yanına. Heç inanırsınız bizə bildirmədi ki, yəni yaralı. Güya mən bilmirdim ki, orada da yaralanmışdı. Həmin ərəfədə. O elə döyüşə ürək atırdı, can atırdı. Mən Allah bütün ölənlərə rəhmət eləsin. Bu hələ əskəriyə getməmişdən mənim anamın məzarı Qərb Azərbaycandadır. Dərəli Əzdədir. Allah rəhmət. Həmişə deyirdi ki, mən yenə anam haqqında yadıma düşəndə kövrəlirdim, ağlayırdım. Həmişə deyirdi ki, ata, niyə ağlayırsan? Deyirəm, bəs belə anam qəbri Qərbdədir, gedib ziyarət edə bilmirik. And olsun Allaha, deyirdi ata, heç narahat olma. Vaxt olacaq, gedib anan da qəbrini ziyarət eləyəsən. Gəzəsən oranda. Yəni, Allah bir daha onun yerini cənnət eləsin. Bütün şəhidlərin yerini cənnət eləsin. İndi isə zəhmət olmasa ana, şəhidimizin anası danışsın şəhidimiz barəsində. Mən də hər kəsi salamlayıram. Xalqımızı, sizləri, bütün şəhidə dəyər verən hər kəsi salamlayıram. Sərxan haqqında çox danışmaq olar. Sərxan haqqında o qədər danışmaq olar ki, yeri göyə sığmaz. Onun körpəliyindən şəhid olana qədər demək olar ki, hər bir yaşında onun bir qəhrəmanlığı var idi.
Sərxan çox ağıllı idi, Sərxan çox müdrik idi, tərbiyəli idi, vətənpərvər idi. Anasını, atasını sevən idi, ailəyə çox həqiqətən dəyər verən oğlan idi. Sərxan təfəkkür liseyində 9-cu sinifə qədər təfəkkür liseyində oxudu. Demək olar ki, 4-cü, 5-ci sinifə qədər çox yaxşı oxudu. Bayaq da siz baxdınız, çəkdiniz fəxri fərmanları, təşəkkürnamələri. Ondan sonra Sərxanın da bir amalı var idi. Kitaba da baxdınız, 614-cü şəhidlər, Xocalı faciəsində olan şəhidlər haqqında kitabdır. Onu da xüsusi vurğulamaq istəyirəm ki, deməli Xocalı faciəsində mərhum Çingiz Mustafayevin qucağındakı körpə uşaq Lalə, 4 yaşında körpə Lalə mənim anamın bibisi nəvəsidir. Sərxan həzm eləmirdi və Polad Həşimovun dəfnindən sonra onlar xüsusi gedərək könüllü yazıldılar. İnanın o qədər dəyərli oğlu idi. Qeyrəti, imanı, qüruru, mərifət sahibi idi də. İnsan var ki, 70 il, 80 il yaşayır, ancaq mənasız yaşayır. Sərxan 22 il ömür yaşadı. Mən elə bilirəm ki, Sərxan 100 yaşında bir ağsaqqal oldu. Mən şəhidlərə ölü demərəm, çünki şəhidlər həqiqətən diridirlər. Onlar görür, onlar eşidir, hər bir işimizi onlar tənzimləyir. Biz 2019-cu ildə ziyarətə getdik, Ərbəyin ziyarətinə getdik və orada Azərbaycanın 3 rəngli bayrağına bürünərək özünə şəhidlik arzuladı. Dedi ki, görün bayraq mənə necə gözəl yaraşır, mən şəhid olmaq istəyirəm. Düz bir ilin tamamında şəhadətə ucaldı. Sərxan şəhid olandan sonra öz telefonunda səsləri, Sərxan sosial şəbəkələrdə əsgər yoldaşlarının Sərxan haqqında yazdıqları, dedikləri o qədər dəyərli sözlər, o qədər gözəl sözlər. Düzdür, bir ana üçün, bir ata üçün çox çətindir. Olduqca çox çətindir. Amma nə qədər çətin olsa da bizim üçün fəxr edicidir. Başımızın tacıdır. Gözümüzün nurudur. Mən həmişə Sərxanla həqiqətən uşaqlığından şəhid olana qədər fəxr edirdim. İndi də fəxr edirəm, çünki Sərxan yaşayır. Sərxan yenə də bu yaşlarında Allah ona kəramət verib, Allah ona məqam verib. Həqiqətən bu belədir. Başqa insanların gördüyü yuxular, başqa insanların onun ziyarətində təvəssül etmək. Hətta mən özüm Sərxan məzarı üstə təvəssül edirəm və onun nəticələrini görürəm, anında görürəm. Bizim balalarımız heç kimin etmədiyini bizim balalarımız etdilər. Zəfəri bizə qazandırdılar. Başımızı uca elədilər. Demək olar ki, Ali Baş Komandanın, prezidentin birliyi ilə, dəyanəti ilə şəhidlərimizin, qazilərimizin, ordumuzun nəticəsində Azərbaycan Ermənistanı 44 günlük vətən müharibəsində Ermənistanı Azərbaycan qarşısında diz çökdürdülər. Mən fəxr edirəm Sərxanla, İlhamla, bütün şəhidlərimizlə, qazilərimizlə, ordumuzla. Həmişə biz onlara borcluyuq həqiqətən. Çünki bugün biz yaşayırıqsa, onların hesabına yaşayırıq. Qazilərimizin hesabına yaşayırıq. Ayaqsız, gözsüz oğulların. Həmişə onlara biz borcluyuq. Dünya durduqca onlara biz borcluyuq. Və mən onu vurğulamaq istəyirəm ki, Sərxan uşaqlıq yaşlarından həmişə demək olar ki, tədbirlər olurdu. Xüsusən də 9 may qələbə günlərində öndə olan uşaqlardan olub, şagirdlərdən olub. Marşrutkalarda demək olar ki, Sərxan öndə olanlardan olub. Daima bayrağı sevib, daima vətəni sevib, müəllimələrini sevib. Ümumiyyətlə biz uşaqlara baxırsan ki, uşaqlar cizgi filmlərinə baxırlar. Elə cizgi filmlər var ki, uşaqlara aiddir də, o uşaqlar hamısı baxır. Ancaq inanın ki, Sərxanla qardaşı
demək olar ki, onlar heç vaxt belə sadə cizgi filmlərinə baxmırdılar. Ancaq döyüş olan kinonu Mehdi Hüseynzadənin filminə baxırdılar. Sirlər dünyasına baxırdılar, ölümsüz qəhrəmanlara baxırdılar. Həqiqətən bir ana kimi deyirdim ki, siz uşaqsınızsa uşaqlığınızı yaşayın. Ancaq ona baxmayaraq yenə də onlar mən dediyim filmlərə, seriallara baxırdılar. Çünki özləri də bir qəhrəman böyüyüb, qəhrəman yetişdi bu evdə. Həmişə fəxr etmişik, atası da, mən də. Qohumlara, qonşulara, məktəbdə olan şagirdlərə, müəllimələrə, xüsusən qızlara, qadınlara çox dəyər verirdi. Hörmət qoyurdu. Sərxan haqqında çox danışmaq istəyirəm və bir şey vurğulamaq istəyirəm ki, bir neçə dənə mən müharibə başlamamış yuxular gördüm. Demək olar ki, çox möcüzəli yuxular idi. Bir yuxunun demək olar ki, bir hissəsini mən Sərxana danışdım. Dedim ki, Sərxan, ola bilər ki, bizdə nə isə var da ki, biz belə bir yuxular görürük. Gülümsəyə-gülümsəyə baxdı mənəm. İkimiz də durmuşduq sübh namazına. Heç unutmaram o günü. Gülümsəyə-gülümsəyə baxdı mənə, dedi ki, canım gözüm, Esmirə xanım, biri var yuxu görürsən, biri var insanın bəsirət gözü açıq olur. O bilirsən kimdə olur, dedi və məni qucaqladı. Dedi, o Allaha yaxın və ölümü yaxın olan bəndələrdə olur. Və əlini çiynimə vuraraq, həmişə nəsə bir söz deyəndə əlim vururdu çiynimizə, atasını da, mənim də. Dedi ki, gedirəm, bir dəfəlik gedəcəm. Həqiqətən də bir dəfəlik getdim. Bax, ona görə də Sərxana Allah dəyər verdi, məqam verdi. Allah bizi şəhidlərimizin, balalarımızın yanında utandırmasın, xəcalətli qərar verməsin. Allah Taala bayrağımızı daima uca eləsin, elimizi, xalqımızı, millətimizi qorusun. Bizim bayrağımız bizim demək olar ki, baş ucalığımızdır. Bizim bayrağımız, harda mən bayrağı görürəmsə, dalğalanır. Xüsusən Qarabağ torpağı bilirsiniz, artıq oralar bizim üçün ziyarətgahdır. Mən o bayraqda, ucalmış bayraqda balalarımızı görürəm, Sərxanı görürəm. Heç vaxt bayrağımız əyilməsin, heç vaxt bayrağımız enməsin. Həmişə bayrağımız ucu olsun. Mən həmişə məktəbdə də şagirdlərə vurğulayıram ki, hara gedirsiniz, gedin, oxuyursunuz, oxuyun. Amma heç vaxt millətimizi, bayrağımızı, şəhidlərimizi unutmayın. Çünki biz bir ömür onlara borcluyuq. Və mən sizə təşəkkürümü bildirirəm. Şəhid sevər hər kəsə minnətdarlığımı bildirirəm. Öz adımdan, ailəmizin adından. Sağ olun, var olun. Həmişə yad edin bizim övladlarımızı. Çünki heç kimin edə bilmədiyini bizim övladlarımız etdilər. Onlar soyuq payızda anadan, atadan, yardan, övladdan, şirin candan keçdilər. Allah ruhların şad məqamlarına uca eləsin. Atam qazi, yaşasın Azərbaycanlar. Deməli, bir xanım, dəfələrlə Şəhid Sərxan yuxusunda görən xanım, Ramazan ayının 17-ci günü deməli dedi ki, mən yuxuda şəhidi gördüm, mövludunu qeyd edirdi. Bizlər də iştirak edirdik orada. Qızıl badələrdə qəribə çox fərqli, rəngli bir şey təqdim edirdi. Deyir, mən isə deyirəm ki, axı qızıl badədə haramdır nə isə yeyib içmək və bu içindəki nədir bilmirəm. Hələ bu vaxta qədər görməmişəm. Və deyir, şəhid deyir ki, burada haram deyil. O sizin yerdə haramdır. Burada isə Allah hər nemətini qoyub xidmətimizə. İçindəki isə buranın xüsusi içkisidir, şərabdır. Amma insanı məst etmir. Şəhid yaşıl köynək və ağ şalvar geyinmişdi. Saqqalı isə həmişəkindən biraz uzun idi.
Şəhid Sərxan Ramazan ayının 17-ci günü cümə günü doğulub.